Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyi. Ötən il Azərbaycanda 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib. Bu fikirlər Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi adlı tədqiqat hesabatının və Uşaqlar və Hüquq adlı kitabın təqdimat mərasimində səsləndirilib. 2025-ci ildə bizim statistikaya görə 478 nəfər şəxs uşaq cinayət məsuliyyətinə, yəni 18 yaşına çatanlar cinayət məsuliyyətinə cəlb edilmişlər və 784 nəfər şəxs isə 18 yaşına çatmayan zərərçəkmiş şəxslər olmuşdur. Statistika ilə digər ölkələrlə müqayisədə bu rəqəm elə də həyəcanlı deyil, amma hər halda istənilən, əgər burada negativ varsa, hər hansı bir cinayət hadisəsi varsa, bu bizi narahat edir. İstəsək də, istəməsək də növbəti əsrdə, növbəti illərdə uşaqların elektron öyrənmə imkanları onlardan əvvəlki, onların valideynlərindən əvvəlki nəsildən daha çox olacaq və biz bunu məhdudlaşdıra bilmərik, yaxud da bilməyəcəyik, desəm daha dəqiq ifadə edə bilərəm. Yəni, biz uşaqlara siz elektron formatda öyrənməyin, siz mütləq qayıdın, yenə də ənənəvi mənim uşaqlığımda olan riyaziyyat dərsliklərindən riyaziyyat öyrənin desək, cəmiyyət olaraq irəli getməyəcək. Sadəcə olaraq yeni üsulları necə tətbiq edək ki, uşaqlara risklər yaratmayaq sualına cavab tapmalıyıq.